hədis rizal elmində İmam Hüseyn əleyhissalamdan, İmam Həsən əleyhissalamdan hədislər az gəlib. İmam Hüseyn əleyhissalam şəhadəti ilə şöhrət tapdı, ucaldı. Amma şəhadətinə qədər xəlq, cəmaət hələ onun imamətini tam dürüst qəbul eləməmişdi. Bəzən xəlq öz əllərində və içərilərində olan nemətin qədrini bilmirlər. Onun dəyərini anlamırlar, dərk etmirlər. Bəziləri görürsən paxıllıqdan etiraf eləmək istəmir. Bilənlər də bəzən görürsən eləsi o qarayaxmalar bilirsinizmi nə zaman baş verir? Yəni o dəyəri dəyərsizləşdirmək üçün, onun dəyərini kiçiltmək üçün. Amma bir şeyi unutmayaq. Bu həyatın qaydası və ilahi qədərdir. Əgər bir insanı Allah ucaldırsa, bəşər əl-ələ verə, yığıla, onu kiçiltmək istəyə, mümkünatı yoxdur. Əgər birini də kiçildə, onlar əl-ələ verə, onu yüksəldə, o da mümkündür. Ona görə sən etdiyin işləri Allaha görə elə, qəlbin Allahla olsun və əmin ol ki, Allah səni qoruyacaq. Əgər birinin mühafizi onu qoruyan Allahdırsa, niyə narahatçılıq keçirməlidir?